Qardaş, hər şeyin başını bırax. Hər şeyin başını bırax yenə. Bilirəm sən də mənə kimi narahatsan ki, Bilbao'ya qarşı bizim belə deyək də oyunumuzun sütunu olan Yankovic oynayacaq yoxsa yox. Mənim də aldığım xəbərə görə Yankovic fərdi yox. Yankovic artıq komanda ilə, yəni ansambl ilə bir yerdə məşqlərə start verib. Yankovic artıq Qarabağın planında var. Qarabağ onu oynada bilər. Prosta yenə də Qurbanovun qərarı lazımdır. Amma mənim aldığım xəbərə görə Yankovic Bilbao'ya qarşı oynayacaq. Birinci hissədə, yoxsa ikinci hissədə onu deyə bilmərik. Qarabağın bu həftə qrafikası belədir. Qarabağ ayın 17-si 19:00-da Turantozu Azəsun Arenada qarşılayacaq. Amma Azəsun Arena Turantozu belə deyək, ev sahibi edəcək. Ondan sonra bizi gözləyir Bilbao səfəri. 22-si 20:45-dən etibarən. Yəni bizim maraqlı həftə gözləyir. Əsas bir dənə Turantovuzla oyunda futbolçularımız zədələnməsin. Bilbao ilə oyunda inşallah yenə də qələbə və bir xal qazanar.